علی فصاحت، علی بلاغت، علی کرامت مولا. Bir gün sizin de başınıza gelebilir. Uşaqlar, atanızla sağollaşın, gedək. Sağ ol, atacan. Çox darıxacam sənin üçün. Sağ ol, ata. Xudahafiz. Axır ki çatdıq. Oradadır. Çox yaxşı. Gedək. Ana, mən buranı sevmirəm, qaydaq. Bundan sonra bura bizim evimizdir. Gedək. Gəl. Ana, buranı öz evimizin əvəzinə sata bilməzdik. Mən çox çalışdım qızım. Gördünüz ki, buranı heç kim almır. Sonrası da ki, ana qurban, bu ev babanızdan bizə miras qalır. Mən inanıram ki, burada sizin üçün daha yaxşı olacaq.
Ana qurban. Borudakı havanın səsidir. Dayan baxım. Yox. Hələlik suyumuz bağlıdır. Mən hələ bir gedim su kranlarına baxım. Salam uşaqlar. Ana qonağımız var. Qonaq deyil canım. Boru çəkəndir. Salam xanım. Salam. Gecikmədim ki. Hələ ki bizi su aparmayıb. Buyurun. Siz ikiniz hələ buradasınız. Bəli. Yaxşı. Deyin görün bəlini hansınız dedi. Mən dedim, adım Həstidir. Həsti. Nə gözəl addır. Balaca xanım, sizin adınız nədir? Yağma. Sənin də adın qəşəkdir. Yaxşı. Deyin görüm siz iki gözəl gül xanımların atası hardadır? Hə? Atalar behiştinə gedib. Ox. Neçə müddətdir? 6 aydır. Niyə getdi? Xəstə idi. Ona xərçəng deyirdilər. Yaxşı. Əlinizi yuxarı tutun. Yuxarı, yuxarı, yuxarı. Baxın görün mənim cibimdə nə var? 2 vint, biri sənin, biri də sənin. Bu 2 vint sehirlidir. Hə, sehirlidir. Əgər onları yaxşı saxlasaz, qorusaz, atanız üçün darxanda ondan söhbət edə bilərsiniz. Bir aydan sonra da sizin çox sevdiyiniz hədiyyə çevriləcək. Buyurun. Bu da sizin xəyal etdiyiniz qayğınız. Uşaqlar, ağıya əziyyət verməyin. Yox, yaxşı uşaqlardır. Allah onları sizin üçün qorusun. Çox sağ olun. Yaxşı, mən sizin evin borularını düzəltdim. Amma tarlanın boruları qaldı. Onu da sabah gəlib düzəldərəm. Çox zəhmət çəkdiniz. Nə qədər verməliyəm? Zəhmət çəkməyin. Sizin atanızın bu xalq üzərində o qədər haqqı var ki. Axı belə düzgün deyil. Mən xəcalətli qalıram. Qoyun qalsın sabaha. Bütün işlərimi yerinə yetirib hamısını hesablayaram. Yaxşı? Çox əziyyət çəkdiniz. Bir şey deyil. Hələ icazənizlə. Çox sağ olun. Allah amanında. Xanım. Bəli.
Çox ehtiyatlı olun. Ben de hiç sandım. Dedim ki uçasın. Elə həmin vaxt sən zəng vurdun da yaxşı xəbəri mənə dedin. Mən də ona daha bir fürsət verdim. Yazıq mənə çox dua elədi. Yaxşı elədin. Deyirəm Allah eləsin, uşağın qədəmləri bizim üçün də uğurlu olsun. Allah eləsin. Əgər dostlar bunu bilsinlər. Ana, işıqlar söndü. Hə canım. Siz oturun burada, mən gedim bir lampa yandırım, gətirim. Ana, Canana, pəncərə niyə açıldı? ana qorxuram. Ana, mən qorxuram. Qorxma, sənə Kimsə qurban olum. dalda gəzir. Ana, mən qorxuram. Qorxma canım, küləyin səsidir, külək səsidir. Bura niyə belədir? Necədir? Özünüzü bilməməzliyə vurmayın. Siz yaxşı bilirsiniz ki, mən nə barədə danışıram. Doğrusu, mən xalqın danışdığı xurafatları qəbul eləmirəm. Əgər dünən gecə burada olsaydınız, mütləq inanardınız. Onu gördünüz? Özünü yox, amma izləri hər yerdə görünür. Tavanda gəzirdilər, qapı pəncərələri bir-birinə çırpırdılar. Ağa Mahmud, bunlar kimdir? Bilmirəm. Mən və uşaqlar səhərə kimi göz yummadıq. Mən bunu bilmirəm deməklə məni başdan eləməyin. Bilirsiniz, kənd cəmaatı onlara itaətsiz ruhlar deyir. Amma mən sizə dedim axı, bu xurafatı qəbul eləmirəm. İcazənizlə. Mahmud ağa, xahiş eləyirəm, əgər nəsə bilirsinizsə mənə deyin. Nə deyim? Doğrusu, düşünürəm ki, sizin əsas probleminiz torpaqdır. Məqsədiniz mənim babamdır. Bəli. Amma atam mənim babam kimi deyildi. Maraqlısı budur ki, sahibi məlum olmayan, şübhəli torpaqları iddia edənlərə verirdi. Bu torpaqdan başqa. Bu torpaq özümüzündür. Bu torpağın əsas sahibi bir adam idi ki, adı Qurbanəli idi. Bütün ömrünü bu torpaqda işləməyə həsrləmişdi. Ölümündən sonra güya atanız onun arvadı və uşağını bu torpaqdan çıxardır. O bütün ömrünü burada işləməyə həsr eləmişdi. Amma məhsulun yarısını da götürüblər. Qurbanəli öləndən sonra atam düşündü ki, arvadı təkcə buranı idarə eləyə bilməz. Ona görə də onlara bir miqdar pul verdi və kənddə bir parça torpaq. Sonra da bir sıra insanı burada işləməyə gətirdi. Atam Allah adamıydı. Halaldan, haramdan başı çıxırdı. Qurbanəlinin arvadı düşünürdü ki, siz onu aldatmışsınız. Kənd cəmaatı deyirdi ki, ölən zaman sizə nifrin eləyir. Ölümündən sonra da ruhu bu torpaq və bu evdən əl çəkmir. Gördüyünüz bu müqəvvanı da ona görə qoyublar ki, onun əzab əziyyətindən amanda qalsınlar. Nə bilim, əslində mən bu cür sözlər və fikirlərin əleyhinəyəm. Onsuz da inanmıram. Bunlar sadəcə avam cəmaatın uydurduğu möhümatdır. Kaş ki siz bura gəlməyəydiniz.
Mənim buradan başqa qalmağa yerim yoxdur. Atam ölüb, ərim ölüb. Anam xəstəxanada xəstə yatır. Hər nə varım idisə ərimin xəstəliyinə xərclədim, getdi. Mən burada qalıram. Hər nə olursa olsun. Özünüz bilin. Özünüzü koruyun. Allah'a emanet. Xudahafiz. Əziyyət verdik. Buyurun, nə əziyyət? Maşallah, ağıllı uşaqlarınız var. Sizi belə yıxılan görəndə mənim telefon nömrəmi dəftərçədən tapıb, mənə zəng vurdular. Çatanda gördüm ki, ambarın qarşısında huşsuz halda yıxılmışsınız. Amma Allaha çox şükür, həkim deyir ki, ağır zədələnməyibsiz. Bilmirəm. Birdən hiss elədim ki, başıma nəsə dəydi. Başqa bir şey xatırlamırsınız? Yox. Məni çağırırdılar. Bu yadımda qalıb. Polis nə dedi? Dedi, axtarış aparar. Sonra da dedi ki, evin ətrafında gəzmək üçün bir polis maşını göndərəcək. Kaş ki, bura gəlməsəydiniz. Bir qadın, 2 uşaqla belə bir yerdə təhlükəlidir. Çox təhlükəli. Bilirəm. Amma çarəm yoxdur. Kaş ki, bir tüfəngim olsaydı. Sizə əziyyət verənləri nə tüfənglə vurmaq olar, nə də bıçaqla. Axır ki, mənə inandısa? Bugün səhərə qədər bihuş halda yıxılıb qalmışdı zambarın yanında. Uşaqlar da kimsəni görməmişdilər. Mən nə bilim. Mən də artıq gic olmuşam. Bu torpaqlar haqq olaraq mənimdir. Onlara vermərəm. Haqlısınız. Yaxşı. Əgər icazə versəz, mən gedim. Bugün işim çoxdur.
Çox sağ ol, çox əziyyət çəkdiniz. Dəyməz. Sağ ol balaca. Xudafiz. Sağ olun. Axı niyə? Nə baş verib? Eviniz ot tutmuşdu. Siz də özünüzdən getmişdiniz. Uşaqlarım hardadır? Nigaran olmayın. Yaxşıdırlar. Polislərin yanındadılar. Allaha şükür ki, vaxtında çatdılar. Hər üçünüzü evdən bayra çıxartdılar. Polislər deyir ki, yanğın qəsdən törədilib. Sizdən bir neçə söz soruşmaq istəyirlər. Mənim halım yaxşıdır. Evə aparın məni. Uşaqlarımın yanına aparın. Hanım, xahiş edirəm, hərəkət etməyin. Yaxşı, yaxşı. Çox yaxşı. Amma inan mənə, həşcə təhlükəlidir. Qoy sənə kömək edin. Evimiz yanıb. İndi neyniyək? Ver, çərpələngi ver. Vermirəm. Gör əlimdən ala bilərsən? Ver mənə, çərpələngi ver. Vermirəm. Çərpələngi ver. Vermirəm. Ver də. Vermirəm. Gəl al. Ver. Get, rədd ol. Bacımı niye vurdun? Mahmud, xəstəxanadan zəng vurdular. Anamın halı pisdir. Ay aman. Yaxşı, indi hazırlaşaram, birlikdə gedərik. Yox. Sən uşaqların yanında qal, zəhmət olmasa. İstəmirəm onlar fikir eləsin. Salam Vidacan. Necəsən? Nə xəbər? Haçan? Allah rəhmət eləsin. Gəlməyimizi istəyirsən? Yox, uşaqlardan narahat olma. Yatıblar. Çox yaxşı. Çox narahat oldum. Özünü qoru. Sağ ol. Ay! Niyə belə edirsən?
Elə bil yatıb. Mən qorxuram. Qorxma, gəl gedək. Ara. Demədim ki, otağınızda qalın. Bacım ayaq yoluna istəyir. Olmaz. Qaydın gedin otağınıza. Səhərdən bizi dustaq eləmişsən. Bizdən nə istəyirsən? Qudurmusan ha balaca. Sizlərinizdən ürəyim bulanır. Əgər ananıza bir kəlmə desəz, mən bilirəm siz iki cırtdana nə eləyəcəm. Başa düşdünüz? Səndən səyləm gedir. Mən hər şeyi anama deyəcəm. Mən səndən də yekələrini adam eləmişəm. Səninki öz yerin var ha cırtdan. Allah səni öldürsün. Bax, bugün ananız qayıdır. Çalışın, onun yanında ədəbli olasınız. İstəmirəm ikinci dəfə sizə əl qaldırım, daha qutarır. Çox tezliklə. Mən sizin əlinizdən rahat olaram, həm də siz mənim əlimdən. Ananızın qucağına elə gedin ki, bədəninizdəki göyərtiləri görməsin. Əgər kiminsə göyərtisini görsə, o yenidən zirzəmiyə qaydacaq. Başa düşdünüz nə dedim? Hə? Əgər ananıza nəsə dediyinizi ya danışdığınızı bilsəm, həm sizi öldürərəm, həm də ananızı. Başa düşdünüz nə dedim? Sən heç vaxt bizi sevməmsən. Günorta biz qaydana kimi evi tərtəmiz eləməlisən. Bir dəstə gül kimi. Başa düşdün? Bəli. Hər yer tərtəmizdir. Ona nifrət eləyirəm. Mən atam üçün darıxmışam. Əgər ata burada olsaydı, onu o ki var döyərdi. O anamı öldürər. Əgər sən anaya heç də deməsən, ondan işi olmaz. Söz verirsən? Söz verin. Yağma. Salam uşaqlar. Qaçın gəlin yuxarı. Salam ata. Bu məktubu mən və Yağma sənin üçün yazmışıq.
Nənəm də sənin yanına gəldi. Anam vida neçə gündür ki, onu dəfn etməyə gedir. Ürəyimiz sənin üçün çox darıxır. Kaş ki bizim yanımızda olaydı. Təzə atamız pis adamdır. O bizə çox əziyyət verir. Hər gün bizi döyür. Dünən axşam yağma ayağının ağrısından səhərə kimi zarıyırdı. Amma mən ağlamadım. Çünki istəmirəm o göz yaşlarını görsün. Ona nifrət edirəm. Özün bizə kömək eləməlisən. Səni çox istəyirik ata. Təsdir və yağma. Ana! Mən sizə demədim ki, aşağı gəlməyin. Get evə. Bacının əlini tut, get. Salam xanımlar xanımı. Nəhayət kredit məsələsini həll elədim. Gələnlə kimi tarlanı işə sala bilərik. Nədir, sevinmədi? Amma vida, kiçik bir məsələ var. Kredit almaq üçün bu torpağı mənim adıma keçirməlisən. Mənim adıma niyə almadın? Bilirsən, axı onlar mənim tanışlarımdır. Krediti mənə verirlər. Əslində şərtləri bu olub. Nədir? Buranı mənim adıma keçirməyə bəlkə qorxursan? Hı? Bunu düşünməliydim mən. Sənə lazım deyil. Sənə nökər lazımdır. Sən və uşaqlarını qorumaq üçün bir it istəyirsən. Sən mənim uşaqlarımı vurursan? Vururam. Niyə vurmalıyam? Hələ də bədənlərindəki göyüzlər getməyib. İndi başa düşürəm ki, səndən evlənəndən sonra ruhların əzab-əziyyətləri niyə qurtardı? Bu şəkili Qurbanəli və arvadının əşyaların arasından tapdım. Hə, nə olsun ki? Məncə bu oğlan uşağını bir yerdə görmüşəm. Amma mən onu görməmişəm. Oyun qurtardı Mahmud Qurbanəli bəy. Hansı oyun? Bu sənin şəklindir. Bir dəfə mənə uşaqlıq şəkillərini göstərmisən. Bu oğlan sənsən. Qurbanəlinin oğlu. Bu kənddə heç kim Qurbanəlinin soyadının sonunda bəy sözünün olduğunu bilmir. Sənin adın şəxsiyyət vəsiqəsində Mahmud bəydir. Sən hətta pasportunu da dəyişmisən. Yaxşı. Bəli. Atam öləndə bizim heç nəyimiz yox idi. Şəhərə getdik. Anam dərddən ürəyi partladı, öldü. Amma mənim atam sizə torpaq vermişdi. Biz torpağı neynirdik? Biz evimizi istəyirdik. Bu ev bizim evimizdir. Həmişə də bizim evimiz olub. Əvvəldən də min hiylə kələklə həyatıma girdin. Bizim evimizdən çıx, get. Vida! Al bunu imzala. Mənim evimdən çıx bayra. Dedim imzala. Yoxsa sən və uşaqların üçün pis olacaq ha. Sənə deyirəm bizim evimizdən çıx bayra.
Heyvan! Həsti! Həsti! Yığma! Gəlin! Gəlin pilləkənə! Gəl ana qurban! Gəl Həsti! Gəl ana qurban! Qaç görüm! Qaç Həsti, qaç! Yığma, qaç! Qaç! Qaçın buradan! Ara, bunu imzalamayınca heç yana getməyəcəksən. Al imzala. İmzalamayacağım. İmzala, yoxsa pis olar. İmzalamayacağım. Gözəlindədir ki, get içəri görüm. Heç kəs içəri gəlməsin. İmzalamıram. Al bunu imzala. Ana! Al bunu imzala. İmza uşaqlarının cənazəsini verirəm qucağına. Al imzala. Hayır, imzalamaq istəmirəm. Danışma. Deyirəm imzala. İmzala bunu. İmzalamayacağım. Qələt edirsən. O imzala. Get mənim evimdən. Ana! Ana! Qaç! Həsti, qaç! Ana qurban! Qaç! Qaç! Qaç Həsti, qaç! İmzalamalısın. Gərək imzalayasan. Lənətli gəldik. Yeməyini yedin, ana qurban? Bəli, Gül balam, Nuşican. Sən də doydun? bəli. Boşqabı ver mənə, yemək qabını yığışdırıram. Doydun? Ürəyim, canım. Doydun? Mənim ağıllı balalarım. Yeməklərin hamısını yedilər. Şirin qızlarım mənim. O salat qabını ver, ay sağ ol. Ana, Can. Çox qalmayacaq. Amma gəldim sizə deyim ki, məni bağışlayasınız.
Gedək uşaqlar. Film Kainat Film Studiyasında dublaj olunmuştur. Dublajın rejissoru Süleyman Fərzəliyev, səs rejissoru Nigar Burxan, tərcümə edənlər Süleyman Fərzəliyev, Könül Cavadova, Nərminə Babayeva, inzibatçı Xeyrullah Zeynalov. Filmi səsləndirdilər Almaz Mustafayeva, Nəsibə Eldarova, Könül Ağayeva, Şəhla Əliqızı, Mahir Mirişov, Sərdar Rüstəmov, Pərviz Bağırov, Xeyrullah Zeynalov.